Süfreler salınır, stollar açılar. Baladan bir şey haber gelmez emin. Emin bala, böyle bala. Bala izin görmediğim Nuray'ın gelip bala. Onun hatırına kalk ayağa, ay eminim ay eminim ay. Balam emin. Arzuların yüreğinde kaldı balam. Ay kahraman balam, ay yiğit balam. Ay korkmaz balam, ay güzel balam. Emin balam, balam. Yaralıları neytraldan çıkarttın, şehitleri çıkarttın balam. Ben sana niye kömer olmadı, ay balam, ay balam. Adamın balası yola dedim onun yüzünü görmez. Ay torpağını vatanına hamdan üstüm tutan, balasından üstüm tutan. Ay kahraman balam ay kahraman balam ay git balam balam layla körmece balam layla ay balalarımın körpesi emin bala kimse senin balana yetim değil bala öyle korkuyor ay balam oy Allah balam göğde olmaz balam ay balam ay balam ay balam körpe balam ay balam lay lay balam emine körpe balam ay eminim ay eminim ay yaraşıklı balam ay eminim ay ağıllı balam ay eminim bala deneyden bala ağzımda dünya. Dünən gecə düşmən növbəti dəfə atəşkəsi pozub. Silahlı qüvvələrimizin əks hücumu nəticəsində bir neçə ərazi işğaldan azad edilib. Şəhidlərimiz var. Mənim xəyallarım var, mənim
öz dünyam vardı. Benim sevdiğim vardı. Benim sevgilim vardı. Ana, ben şehit oldum. Yerim güzeldi. Tekir ağlama. Canım, canım sevgilim, bağışla beni. Seni tek koydum. Vatan sağ olsun. Mən Fərzəliyeva Bənövşə Mikail qızı, şəhərim Fərzəlzadə Emin Fərmanoğlu'nun anasıyam. Mən birinci növbədə oğlumla çox fəxr edirəm. Ona görə fəxr edirəm ki, mənim oğlum vətənini, torpağını, bayrağını dünyaya göz açan balasından üstün tutdu. O palasını görməyə getmədi, döyüşdə oldu. Elə bilirəm ki, hansı komandirdən xahiş eləsəydi, ona 3 saatlıq icazə verərdilər. Amma onu eləmədi o. Vətənə bağlı uşaq idi. Mən Emin hərbi xidmətdən gələndən sonra mən ona təklif elədim ki, sən universitetlərin birinə sənət ver. Çox savadlı uşaq idi. Çox, dəhşət dərəcədə savadlı idi. O dedi ki, ana, vətən dardadır, mən vətəni qorumağa gedim. Mən bilirəm ki, o universitetdə olsaydı belə, müharibə başlasaydı, daha Rusiyyətdə olsaydı belə, o yenə də gələcəkdi. Çünki çox vətənə bağlı uşaq idi, çox başqa cür uşaq idi. O, mən indi ana kimi demirəm, yəni onun indi bu xilas elədiyi oğlan buradadır, çox xahiş edirəm ki, imkan olsa, o da ikicə cümlə, üçcə cümlə danışar ki, o nə cür fədakar oğlan olub, nə cür döyüşçü olub, o yağan yağışların, güllələrin altından, neytraldan o şəhidlərimizi, o yaralılarımızı çıxardıb ki, yazıqdılar. Bax, həmən bu oğlan ki, dediyim oğlan Elnur Məmmədov, yəni ki, onun hamı əlini üzüb ki, bu öldü. Bu yaşamır. Amma mənim oğlum orada dava qırğın salıb ki, bunu göndərin hospitala. İndi şükür Allahın dərgahına, balaların ailəsinin içində yaşayır, çox şükür. O da mənim bir oğlumdur. Emin çox qoçaq oğlan idi, çox cəsur oğlan idi. Eminin kaş Allahın haqqda dost tanışları hamısı burada olmuş olardı. Yəni, siz görərdiniz ki, həqiqətən Emin necə oğlan idi. Emin əvəzsiz bir oğuldur. Emin bizim üçün qəhrəmandır. Bütün Azərbaycan üçün qəhrəmandır. Dedim, Polad Həşimov şəhid olanda, bu uşaq gəldi, qanı qapqara. Dedim, Emin, niyə elə edirsən? Dedi, ana, Polad Həşimov şəhid olub. Prezident niyə qərar verir ki, biz bu erməniləri yerində oturdaq? Və yaxud bu 9-cu sinifdə oxuyurdu Mübariz İbrahimov şəhid olanda, qaça-qaça gəldi, ürəyi ağzından çıxmış, ana, Mübariz İbrahimov şəhid olub. Dedim, bilirəm. Dedi, ana, mən də şəhid olacağım. Dedim, o sözü demə, qəhrəman ol. Dedi, ay ana, şəhidliyin nə pisdir ki? Sən fəxr eləyəcəksən ki, sənin oğlun şəhiddir. Ana, sən mənlə fəxr eləyəcəksən. Dediyi kimi deyirəm. Başqa uşaq idi o. Əvəzsiz uşaq idi o. Çox başqa cür uşaq idi, çox. O sənətini sevirdi. Mənim böyük oğlum da hərbiçidir. O da müharibənin içindən şükür Allahın dərgahına. Hal-hazırda bu dəqiqə Şuşadadır. Şükür, Allaha çox şükür. Allah uzaq eləsin, başqa cür ola bilərdi, amma yenə şükür. Amma bu uşaq sənətini çox sevirdi, çox. Həqiqətən sənətini sevirdi. O savadla, o başla o getmədi, universitetlərə getmədi. Dedi, mən hərbiçi olacağım, dövlətimə xeyir verəcəm, dedi. Erməniləri, dedi, torpağımızdan qovmalıyıq, başqa cür uşaq idi. Deyə bilmirəm, bala, kaş. Kaş onunla siz bir anlıq, bircə dəqiqəlik yaxınlığınız olardı, görərdiniz o necə uşaqdır. Vətənini sevən, ailəsini sevən, atanın yeri ayrı, ananın yeri ayrı, bacının, qardaşın yeri ayrı, hər bir kəsə ayrı-ayrıqda dəyər verirdi o insan. Çox evimin balacası idi o. 3 övladımın ən kiçiyidir. Amma evdə nöqtəni Emin qoyurdu. Yəni Emin evdə aparılan müzakirənin sonunu Emin tamamlayırdı. Eminin dediyi söz qanun idi, çox ağıllı idi, çox gözəl uşaq idi. Allah bütün şəhidlərə rəhmət eləsin. Mən bütün şəhid analarına buradan üzümü tutub deyirəm ki, övlad etkisi çox çətindir. Canımızdan can ayrılıb. Amma biz başımızı dik tutaq.
erməni kimi mundar insanların qabağında insan demək mümkünsə onlara. Düşmənlərin qabağında ki, bizim balamız vətən yolunda, torpaq yolunda canlarından keçdi. Şəhid oldular. Bayrağımızı bütün rayonlarımıza, alınmış rayonlarımıza qaldırdılar. Ona görə fəxr edirəm mən. Çox fəxr edirəm ki, mənim oğlum qəhrəmandır. Allah bütün şəhidlərə rəhmət eləsin. Bütün şəhid analarına da Allah səbr versin, şəhid yoldaşlarına. Çox sağ olun bala, minnətdaram hər birinizə ki, bugünkü günü bizi tək qoymadınız. Gəlmisiniz, çox xoş gəlmisiniz, işıqlandırırsınız, çox sağ olun bala, çox sağ olun. Mən Cəfərzadə Firuzə Mətləb qızı, şəhid Fərzəzadə Emin Fərmanoğlu'nun həyat yoldaşıyam. Mənim yoldaşım 44 günlük müharibəyə 27 sentyabrdan, müharibənin ilk günlərindən Füzuli rayonunun Şükürbəli kənd istiqamətindən döyüşlərə girib, Füzulinin, Cəbrayılın, Qubatlının, Hadrutun, Xocavəndin alınmasında və Şuşanın alınmasında iştirak edib. Çoxlu sayda yaralılarımızı, şəhidlərimizi neytral ərazidən çıxarmağa müvəffəq olub. Və sonuncu dəfə noyabrın 6-sı Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə uğramışdır. Və o vətənə 2 qız övladı əmanət qalıb ki, bugün onun üzünü görmədiyi Körpə Nurayının 1 yaşıdır. İlk öncəliklə sizə öz təşəkkürümü bildirirəm ki, bugünkü gündə bizi tək qoymadınız. Şəhidimizin əmanətinin yad eləməyə gəlmişsiniz. Çox sağ olun. Hər birinizə özlərini təşəkkürümü bildirirəm. Şəhidlərimizə ümumiyyətlə kim ki dəyər verir, hər birinə öz təşəkkürümü bildirirəm. Yoldaş itkisi, övlad itkisi təbii ki, hər bir adam üçün çətindir. Bir qəhrəman yoldaşı itirmək də lap çox çətindir. O, noyabrın 6-sı şəhid olsa da biz onu 28 gündən sonra tapdıq. Dekabrın 4-ü öz yaşadığı rayonda, Beyləqan rayonunun Yenimil qəsəbəsində dəfn olundu. Yəni, belə deyim ki, yəni dekabrın 4-ü mən bütün həyatımı, bütün xoşbəxtliyimi onunla bərabər dəfn elədim torpağa. Onun cismi dəfn olunsa da mənim ruhum onunla bərabər dəfn olundu. Yoldaşım şəhid olandan mənim ürəyimdə bir fırtına qopur ki, yəni o fırtına hər gün qopur ki, o da şəhidimin yoxluğudur. Çinlərimdə bir ağır yük qoydu ki, onun mənə, yəni 2 əmanətini ona layiqli övlad böyütmək mənim çinlərimdə bir yükdür. Və mənim ömür boyu bir fəxrim, bir qürurum var ki, yəni ömür boyu mən fəxr, qürurla danışacağım ki, mən qəhrəman bir şəhidin xanımıyam, qəhrəman bir şəhidin yoldaşıyam. Və o ölümündən sonra 7 medalla təltif olundu. Füzulinin, Qubatlının, Cəbrayılın, Xocavəndin, Şuşanın vətən uğrunda və igidliyə görə medalları ilə təltif olundu. Mən Cizir Mamedov Elnur Mürsəloğlu, kəşfiyyat bölümünün baş çavuşuydum. Vaxt oldu ki, mənfur düşmənlər bizim əks hücuma keçdilər. Elə oldu ki, biz Abdurrahmanlı istiqamətindən onların qarşısını aldıq və düşməni geri otuzduq. O vaxtda kəşfiyyat bölümünün tapşırığı tamam ayrı idi. BMP işçilərin tapşırığı tamam ayrı idi. Biz bir tərəfdən girmişdik, oranı düşmənləri mənfi elədik, qayıtdıq və Abdurrahmanın sağ tərəfində 40 metrə deyilən bir yer var, orada girdik. Girəndə gördüm şəhidimiz rəhmətli Yemin BMP-si vurulubdu, yanır. Özü milli qəhrəmanımız, Allah rəhmət eləsin ona da, Şükür Əmidov onlara tapşırıq verir. Başqa bir BMP ilə bunlar öz döyüşlərini davam elətdirirlər. Və mən bunların yanından keçdim, girdim hücuma, düzdür. Çox gözəl alındı, çox gözəl döyüşdük. Mən axşam çağı vuruldum. Məni düşmənin səngərindən kəşfiyyatçılarımız məni çıxartdılar. Çıxardanda mən çox qan itirmişdim, halım özümdə olmuyor. Emin yarı yolda rəhmətli tanıyıb məni, oradan kömək edib çıxardıb, sürüyə gətiriblər. Mənim maşına mindirəndə baxıb ki, halım özümdə yoxdur, çox qan itirmişdim o vaxtı. Çox qalmışdım, təxliyə biraz çətin idi, çünki biz düşmənin minalanmış sahəsini yarıb girmişdik, düşmənləri məhv eləmişdik.
geri qayıtmağa biraz çətinlik çəkirdik. Məndə çox qan axmışdı, halım yox idi özümdə. Emin məni çıxardı, mindirmişdi maşına. Dosta tanışa da demişdi ki, Elnur şəhid olub. Onda mən çox hamı elə bilirdi ki, ölmüşdüm. Yəni, xırıltı gəlirdi, heyim yox uyumuş, uşaqlar deyirdilər. Rəhmətlik, yəni, ikinci maşını vurulandan sonra da eşitdiyimə görə Balinsada mən döyüşlər gedirdi, ayılmışdım, yaxşı idim. Əlaqə saxlayırdım hamı ilə, deyirlər, Eminin maşını ikinci maşından vurulub. Soruşdum, nətər, necə, deyirlər, yaxşıdır. Özü bilirdim, onun dünyaya, təzə körpəsi dünyaya gəlibdi, heç onun üzünü də görməmişdi. Üzünü də görməmişdi. Rəhmətliyə düşməndən BMP götürmüşdülər. Rəhmətli demişdi ki, bunu özüm sürəcəm. Onu ərdən bizimkilər sağ olsunlar, kraskali vermişdilər rəhmətliyə. Rəhmətli onu yenə də düşmənin özünə qarşı istifadə elədi. Onunla çox həmlələr yardı, çox qəşəng döyüşdü. Beyləqan rayonunun Yeni Mil qəsəbəsində şəhidimiz Emin Fərzəlizadənin ailəsindəyik. Və bugün bura yığışmağımızın bir səbəbi var. Bugün şəhidimizin üzünü görmədiyi Nuray adlı qızının 1 yaşı tamam olur. Və biz də özümüzə borc bildik, bugünkü gün Nuray balamızın yanında olaq, onu təbrik edək, atasının ruhu şad olsun deyək. Və mən öz təşəkkürümü bildirmək istəyirəm bugünkü gündə bizim Nuray balamızı hədiyyələrlə yəni, təbrik edən bir çox iş adamları var, sahibkarlarımız var. Həmən şirkətlərə təşəkkürümü bildirmək istəyirəm ki, Sen de bazı, bazı Gəl bax. Birazdan sen de tutacağız. Bunu kaldırın bunu. Yüz yaşa.